Bir deyirlər 5 deyir, 5 deyirlər 15 deyir. Yəni əsəbi aqressiv adamdır da. Deməli bu arvadı qəhbə, nəsli qəhbə, Füzuli mənim canlı efirimə çıxdı və canlı efirimdə oturdu ağladı ki, bəs mənə dövlət baxmır, məni çölə atıblar, küçələrdə qalıram, oğluma qazilik verilmədi, oğluma qazilik verilmir. Bəs Elnur bəy sizdən çox xahiş edirəm, mənə yardım edin və sizin yardımınıza ehtiyacım var. Biz də canlı efirdən bu insana pul topladıq, 300 manat pul topladıq, verdik və bu anası qəhbə fahişədən əmələ gələn sonra bu həmin qəhbənin balasını evlə təmin elədilər, bilmirəm nə elədilər. Bax, sonra bu insan qayıtdı məni WhatsApp vasitəsilə başladı təhqir eləməyə. Mən buradan deyirəm, Mehriban Əliyev